2025 kimya test toplusundan maraqlı bir sual izahı ilə gəlmişəm. Gəlin birlikdə sualımızın izahına baxaq. Tərkibində kükürdün kütlə payının maksimum 0,14% olması və bir sıra digər mühüm göstəricilərə malik olduğuna görə Azerlight neft markamız dünya bazarında yüksək keyfiyyətli xammal hesab olunur. Azerlight üçün doğru ifadələri müəyyən edin. Burada söhbət neftdən getdiyi üçün, neft də eyni cinsli qarışıq olduğu üçün birinci ifadəmiz düzdür. İkinci ifadədə 20 ton bu neftin tərkibində maksimum 28 kiloqram kükürt olur. Məsələmizdə də 0,14% olduğu qeyd olunduğuna görə 20 tonu kiloqrama çevirib, yəni 20.000 kiloqramın 0,14%-ni tapırıq. Və buradan da 28 kiloqram olduğu görsənir. Üçüncü ifadəmizdə isə sabit qaynama temperaturuna malikdir deyir. Biz əvvəlki dərsimizdə də qeyd elədiyimiz kimi qarışıqlar sabit fiziki xassələrə malik olmadığı üçün bu ifadəmiz səhvdir. Bu ifadə sadəcə saf maddələrə aiddir.